Birimiz, hamımız birimiz üçün. Salam dəyərli həmvətənlər. Xalq Cəbhəsi sədri siyasi məhbus Əli Kərimlidən xalqa çağırış var. O çağırışı sizinlə bölüşürəm. Bu günlərdə hökumət televiziyalarından xəbər tuturam ki, hətta Kubada razılaşıb 51 nəfər siyasi məhbusu azad edib. Ondan əvvəl bənzər xəbərləri Belarusdan, Venezueladan alırdıq. Yəni dünyanın hətta ən qəddar rejimləri də artıq başa düşürlər ki, kütləvi həbslərlə hakimiyyətdə qalmaq mümkün deyil və siyasi məhbusları azad edirlər. Belə dövrdə Azərbaycanın gündəmi yenə də sifarişli məhkəmələrdir. Yenə də Azərbaycanın azad mətbuat təmsilçilərinin üzərində məhkəmə prosesi gedir. Meydan TV, Toplum TV, Abzas media əməkdaşlarının, Rüfət Səfərovun, Anar Məmmədovun və digər ictimai siyasi fəalların məhkəməsi gedir. Qanunsuz həbs olunmuş Tofiq Yaqublu azlıq edir. Azər Qasımlı cinayət etmədiyi halda ağır şəkildə cəzalandırılır. Bu da onu göstərir ki, Azərbaycan hakimiyyəti dünyada ətrafda baş verənlərdən heç bir nəticə çıxarmır. Hələ də başa düşmürlər ki, onsuz da kütləvi repressiyalar onların arzuladığı əbədi hakimiyyəti gücləndirməyəcək. Mən Azərbaycan cəmiyyətindən bu sifarişli məhkəmələrə daha diqqətlə yanaşmalarını, xüsusən cəbhəçi dostlarımın bütün bu məhkəmə proseslərini diqqətdə saxlamağını istəyirəm. Azərbaycan cəmiyyəti qanunsuz olaraq repressiyaya məruz qalan insanları daha kütləvi şəkildə dəstəkləməlidir. Bu siyasi məhkəmələrdə yalnız şərlənib məhkum olan insanların doğmaları yox, ictimai siyasi fəallar, Azərbaycanı demokratik göstərmək istəyən hər kəs iştirak etməlidir. Bu ümumi bir borcdur. Azərbaycanın xilası olması naminə hamımız belə bir həmrəylik nümayiş etdirməliyik. Məşhur şuarda deyildiyi kimi, birimiz hamımız üçün, hamımız birimiz üçün. Qanunsuz, siyasi sifarişlə həbs olunan insanlar bütün toplum tərəfindən dəstəkləməlidir, deyir Əli Kərimli zindandan göndərdiyi müraciətdə.